Bakıda və Abşeron yarımadasında aprelin 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı, yağışın leysan xarakterli olacağı, arabir intensivləşəcəyi proqnozlaşdırılır. Yeni Sabah Az Milli Hidrometeorologiya Xidmətinə istinadla məlumat verir ki, sabah güclü şimal-qərb küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 11-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 7 mm civə sütunundan 7 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir artacaq. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə, şaxtadan 4 dərəcəyə dək isti, gündüz 5-9 dərəcə isti olacaq.